Biz bilirik ki, insanın ürəyi, ağciyəri, böyrəyi və qaraciyəri dayanmadan işləyir. Bir gecədə insanın ürəyi 100.000 dəfə vurur bir gündə. 100.000 dəfə. Və o, ancaq sən yuxuya gedəndə onun vurma sürəti azalır. Qaraciyərin öz fəaliyyətində olur, rahat şəkildə səni toksinlərdən, zəhərdən təmizləyir. Böyrək öz işindədir və ağciyər öz işindədir. Biz bilirik ki, insanın ömrünün uzanmasında ağciyərdən alınan tənəffüsün böyük bir rolu var. Bir dəqiqədə nə qədər az tənəffüs alsan, yəni yavaş nəfəs alıb versən, o qədər sənin ömrün uzanır. Nəinki tez-tez nəfəs alıb vermək. Ona görə də o təngi nəfəs adamlarda, sürətli nəfəs alma olan adamlarda xəstələnməyə daha meyilli olur, həm də ömür qısalır dediyim kimi. Bu baxımdan da mütləq mənada sizin sağlamlığınıza xeyir verən tövsiyələri eləyin.